Deməli belə qağaylar yaxından keçir, bayaqdan çəkə bilmədim. Hardasa. Ham belə. Deməli, belə demək olarsa, arsa 3-4 saat olar. Dünəndən demişlər, günün gecədən artıq burada siqnal havan bütün bu tərəf da buradan şərqə doğru baxıb qağaylar getdi, hardasa düzü adaya. Ta ki gedəcək tam şərqə. Belə 3-4 saatda dolur da yalda baxım ki. Dünən ümumiyyətlə ətraflı oxumuşam, biraz baxım görüm oxumuşam deyə bir sürü hamısı analiz elədim, ortaq nəticə nə çıxar. Yarın xəbər portalı özündən verir, mətbuat indi hər cür. Mətbuat dönəm olub televiziya cihaz içində. Bəlkə jurnal qəzetə bu 18-dən, 17-dən, 20-dən sonra ümumiyyətlə demək olar, düzdür çıxsa da oxunur sayı 1% olar, %1 olar, %3 olar. Nəysə, bayaq bax saat 6 tərəfəsi göm-göy idisən, harsız bir saat yarım, 2 saat 8-i keçib, 20-15. Deməli, bugün Respublika gündən də Azərbaycan Dövlət əsr 1918-də yaradılı təbrik edirəm əqdən bu günün dəyərini bilənlərə. Hansı ki biz illərlə bunun sevmişəm 2014-də yadımda da bu günü bir dəfə şəhərdə olanda hamısı keçirilir. Son vaxtlar bilmirəm, bu qağaylar. Bunlar gedirlər Zoyana, sanki yəqin ki bunlar uçub gedirlər düz dənizin üzərindən sonra da Şahtilizad tərəfə. Səhəri tufan deyilsən deyirlər, ben o da baxdım. Dünənlər dedilər ki, bəs Sibir bütün Rusiya beləncə idi. Çünki dünən 24 saat, 30 saat əvvəlcə dolu yağışı bütün şəhərə, nəinki Abşerana, yəni bütün Bakı ətrafı bağlara, yəni Sumqayıt, Bakı, belə deyək də köhnə əvvəlki bütünlüklə Abşeron yarımadası başdan ayağa şəhərləri ilə bərabər, bağları ilə bərabər hamısı şeyin altındaydı. Dün bizi tərəfdən çəkin, bu üzü görsənir ki, buradan ta bütün bulvarın üzərində şəhər tərəfdən tutmuş bağlar, hər yer belədir. Şimalda Bilgə, Birşağı, Nardaran, bax getdi çıxdı üzü cənub atı, Şahdiliyə kimi, adaya kimi, dəniz üstünə kimi. Hər yer doldu belə, bu da Leysan tufan deyiblər səhərə gedir. 8 may, istilik də olub, bugün elə bir səhər gün ortaya kimi köynəkli idi. Stranda. Yaşallıq zat hamısı yazığa görə uyğundur. Amma ki iqlim belə. Leysan tufan deyiblər, yəni gölün su içində olsa aprelin 5-də kimi, mayın 17-si düzdür az yağdı. Aprelin 5-i, 10-u, 9-u, yadımda da həmin günü tufanda o bir telefonu çəkə bilməmişdim. Göz gözü görmürdü. Küləyə leysan yağış.